Salam əziz tələbələr, salam əziz müdavimlər. Mən Əsgərova Fatimə. Bugün sizinlə informatikadan ilkin anlayışları işləyəcəyik. Koderanın test toplusundan. Başlayaq birinci sualdan. Deməli, Eldar əlindəki almanın qırmızı və yumuşaq olduğunu dedi. O meyvədən hansı növ informasiya aldı? Deməli, qırmızı olduğunu dedisə onu gördü. Görmədisə olacaq vizual informasiya. Yumuşaq olduğunu dedisə onu hiss etdi, hiss etdisə taktil informasiya olacaq. Deməli, burada Y variantı olacaq, vizual və taktil informasiya. Daha sonra keçirik ikinci tapşırığa. İnformasiyanın növlərini müəyyən edin. Burada əlbəttə hər bir növ ola bilər, amma qarışıq formada verilib. Deməli, düzgün variantımız olacaq D variantı. Səs, görmə, taktil, dad, qoxu informasiyası. Bu informasiyanın analog formasının növləridir. Daha sonra keçirik üçüncü tapşırığa. Deməli, üçüncü tapşırıq uyğunluğu müəyyən edin. Deməli, bilic ixtiyari bir məlumatdır. Mənasının olub olmamasının önəmsizdir. Bu verilənə aid olacaq. Verilən deməli ixtiyari bir məlumatdır. Onun mənasının olub olmamasının önəmi yoxdur. Deməli, birinciyə aid olacaq, daha doğrusu ikinciyə aid olacaq A variantı. Keçirik B variantına. Müəyyən bir mənaya sahib olan veriləndir. Artıq verilənin mənası varsa bu olacaq informasiya. İnformasiya 3-dədir. Deməli, B variantı 3-cüyə aiddir. Keçirik C variantına. İnformasiyanın üzərində müəyyən mövcud qaydalar əsasında əməliyyatlar aparılması nəticəsində alınan və qərar qəbul etməyə kömək edən məlumatdır. Bəli, informasiya üzərində müəyyən qaydalar aparırıqsa, müəyyən qaydalar aparıb nəticələr əldə ediriksə, bu artıq olacaq bilic. Yəni, C variantı aid olacaq birinciyə. Deməli, 1-ə C, 2-yə A, 3-ə isə B variantı aiddir. Bu da doğru variant Y variantı olacaq. Dördüncü tapşırıq. Deməli, hansı obyektdən insan səs informasiyası qəbul edər? Kitabda yazılan faktlardan. Burada artıq biz səs informasiyası qəbul etmirik. Burada biz görürük, görərək oxuyuruq. Sonra günəş şüasında görürük. Biz burada vizual informasiya qəbul edirik. Kükürt qazının havaya yayılmasından. Biz kükürt qazının havaya yayılmasından oradan qoxu informasiyası əldə edə bilərik. Meyvələrin rəngindən, rəngini artıq meyvələrin görə bilərik. Deməli, bu vizual informasiya olacaq. Güclü yağışın yağmasından, bəli, güclü yağışın yağmasından biz yağışın səsini hiss edə, yəni qulaq asa bilərik, eşidə bilərik. Deməli, burada doğru variant olacaq Y variantı. Daha sonra keçirik 5-ci tapşırıq. Kompüterdə olan bütün informasiyalar kompüter üçün veriləndir. Kompüterdə informasiyalar verilənlər şəklində daxil edilir. 6-cı tapşırıq. Uyğunluğu müəyyən edin. Deməli, obyekt və ya hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur. Toplanmış informasiyanın miqdarı ilə müəyyən olunursa, bu tamlıqdır. Miqdar sözü gördüksə, bu tamlığa aiddir. Deməli, 3-ə aiddir A. Onun obyektiv gerçəkliyə uyğun olmasıdır. Yəni, belə deyim, hamı tərəfindən qəbul olunmalıdır. Bunu hamı o cür qəbul edir. Subyektiv olmamalıdır. Bu aid olacaq obyektivlik, yəni 2-yə B. Obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks edilir. Deməli, məqsəd və vəzifənin uyğunluğu bu adekvatlığa aiddir. Bizdə burada adekvatlıq verilməyib. Sonra D variantı onun mövcud zaman anına uyğunluq dərəcəsini müəyyən edir. Bəli, mövcud zaman anına uyğunluq bu olacaq aktuallıq. Yəni D variantı aiddir birinciyə.
Onu qəbul edənin bu informasiyanın anladığı dildə ifadə olunması başa düşülür. Bu isə anlaşıqlıdır. Yəni informasiya kimə ötürülürsə, informasiyanı kim qəbul edirsə, onun üçün informasiya anlaşıqlı olmalıdır, başa düşülən olmalıdır. Daha sonra keçirik 7-ci tapşırığa. Aktual informasiyadır. Aktual informasiya deməli cari zamanda bizlər üçün əhəmiyyətli olmasıdır. Yəni S variantı burada olacaq. Cari il gördüksə, cari zamanla uyğunluq gördüksə, bu aktual informasiya aid olacaq. Daha sonra keçirik 8-ci tapşırıq. Biri obyektiv informasiyadır. Deməli, yay fəsli ilin ən gözəl fəsilidir. Bu subyektivdir. Yəni mənim üçün yay fəsli ilin ən gözəl fəslidir. Sizin üçün bəlkə də yay fəsli yox, sizin üçün qış fəsli ilin ən gözəl fəsli ola bilər. Yəni bu subyektiv fikirdir, ona görə obyektiv sayılmır. Aytənə görə Nazlı çox mehriban qızdır. Bu Aytənin fikrincədir. Mənim fikrimcə məsələn mehriban qız deyil. Bu subyektivdir. Çöldə hava çox soyuqdur. Mənim üçün çox soyuq ola bilər, sizin üçün isti ola bilər. Deməli, bu da subyektivdir. Bu gün küləyin sürəti saatda 8 kilometrdir. Deməli, artıq burada obyektivdir. Yəni, bunu belə ölçüblər, küləyin sürətinin saatda 8 kilometr olduğunu müəyyən ediblər. Bu obyektdir. Yəni, bunu hamı bu cür qəbul edir artıq. Burada doğru variant D variantıdır. Tətil üçün ən yaxşı ölkə Braziliyadır. Yəni, bu da yenə subyektivdir. Kimisi üçün Braziliya ola bilər, kimisi üçün məsələn Azərbaycan ola bilər. Yəni, Y variantı da subyektiv cavabdır. Keçirik 9-cu suala. Rauf və Fuad görüşmə üçün məkan təyin etdilər, lakin vaxtı təyin etməyi unutdular. Burada Rauf və Fuad üçün informasiyanın hansı xassəsi pozulmuşdur? Məkanı təyin ediblər, amma vaxtı təyin etməyiblər. Burada informasiya artıq yarımçıqdır, yəni tam deyil. Tam deyil, deməli olacaq tamlıq xassəsi. Yəni hər bir şey dəqiq göstərilməlidir. Məkan, saat, gün dəqiq şəkildə göstərilərsə bu olacaq tamlıq. Amma burada tamlıq pozulub, çünki vaxtı təyin etməyiblər, vaxtı unudublar. Daha sonra keçirik 10-cu tapşırığa. Doğru mülahizəni müəyyən edin. İnformasiyanın anlaşılan dildə təqdim olunarsa, deməli aktual informasiyadır. Xeyr, anlaşılan dildə təqdim olunan informasiya anlaşıqlı informasiya olacaq, aktual informasiya olmayacaq. Ayselin Fatimə haqqında düşüncələri obyektiv informasiyadır. Bu da yanlış variantdır. Çünki Ayselin fikirləridir bu, Ayselin düşüncələridir, subyektiv bir cavabdır. Bu da doğru variant deyil. İnformasiyanın tərkibində deyəsən, yəqin, çox, gümanki ifadələri olarsa, deməli anlaşıqlı informasiyadır. Xeyr, deyəsən, yəqin, çox gümanki sözləri varsa, burada anlaşıqlı informasiya ola bilməz. Anlaşıqlı informasiya olması üçün anlaşılan dildə olması lazımdır. Hər hansı bir şəxs Instagram səhifəsində məktəblərdə ümumi təhsilin yenidən distant formada təşkili barədə post paylaşdı. Bu etibarlı informasiyadır. Deməli, hər hansı bir şəxs paylaşıb, bu etibarlı bir mənbə sayılmır. Yəni, hər hansı bir şəxsdir, bu məktəblə əlaqəsi olmayan bir insan da ola bilər. Ona görə etibarlı informasiya hesab etməyəcəyik bunu. D variantı da yanlış variantdır. Y variantına baxaq. Hidrometeoroloji stansiya sabah havanın kəskin soyuyacağı barədə əhalini məlumatlandırdı. Etibarlı informasiyadır. Bəli, etibarlı informasiyadır. Çünki bunu hidrometeoroloji stansiyalar təqdim edib artıq. Yəni, etibarlı informasiyadır. Doğru variant Y variantı olacaq. Daha sonra keçirik 11-ci tapşırığa. 11-ci tapşırıq. İnformasiyanın xassələri hansı sırada düzgün verilmişdir? Deməli, obyektivlik, tamlıq, kütləvilik, aktuallıq, anlaşıqlıq. Obyektivlik informasiyanın xassəsidir, tamlıq xassəsidir, kütləvilik xassəsi deyil. Kütləvilik gələcək dərslərimizdə keçəcək alqoritmin xassəsinə
xassəslərinə aiddir. Deməli, A variantı yanlış. Daha sonra keçirik 11-ci tapşırığa. Deməli, informasiyanın xassələri hansı sırada düzgün verilmişdir? A variantında obyektivlik, tamlıq, kütləvilik, aktuallıq, anlaşıqlıq verib. Kütləvilik xassəsi informasiyanın xassəsi yox, alqoritmin xassəsidir. Ona görə A variantını silirik. Aktuallıq B variantında deməli aktuallıq, obyektivlik, diskretlik, dəqiqlik, kütləvilik. Yenidən kütləvilik xassəsini görürük burada. Bu alqoritmin xassəsindən, ona görə B variantını silirik. C variantında obyektivlik informasiyanın xassəsidir. Tamlıq informasiyanın xassəsidir. Etibarlılıq informasiyanın xassəsidir. Aktuallıq informasiyanın xassəsidir. Anlaşıqlıq informasiyanın xassəsidir. Doğru variant C variantı olacaq. D variantında nəticəlilik var. Bunu silirik. Eyni ilə diskretlik də informasiyanın xassəsinə aid deyil. Y variantında deməli obyektivlik, tamlıq, diskretlik var, kütləvilik var. Bunlar informasiyanın xassəsi deyil. 11-ci tapşırıq deməli C variantı oldu. Keçirik 12-ci tapşırığa. Vəli məntiq oyunu oynayan zaman gizli otağın qapısını açmaq üçün 2 ədəd şifrə tapmışdır. Amma gizli otağın 2 ədəd şifrəsi var və Vəli bilmir ki, bu şifrələr hansına uyğundur. Deməli, tutaq ki, burada bir 2 şifrəli yer var. Bu birinci şifrədir, bu da ikinci bir şifrədir və Vəli 2 dənə şifrə tapıb, biri 2, 4, məsələn 6'dır, biri də 1, 3, 5'dir. Amma bu şifrələrin hansına aid olduğunu bilmir. Deməli, burada artıq informasiyanın tamlıq xassəsi pozulub. Yəni, şifrələri bilir, 2 şifrə olduğunu bilir, hər birinin 3 rəqəmdən ibarət olduğunu bilir, amma hansı yerə aid olduğunu bilmir. Deməli, burada informasiyanın tamlıq xassəsi pozulub. A variantı. Daha sonra keçirik 13-cü tapşırığa. Deməli, gizli otağın şifrələri yanlış yığılarsa, avtomatik şifrə başqa şifrələrlə əvəz olunur. Vəlinin ilk cəhdi uğursuz olur və artıq vəlidə olan şifrələr üçün hansı xassə pozulmuşdur? Deməli, yenə burada, məsələn, tutaq ki, 3 rəqəmli bir şifrə var və Vəli bu şifrənin kodu 1, 2, 3'dür. Məsələn, 1, 2, 3'dür. Və Vəli bunu çaşıb 3, 2, 1 olaraq yığır. 3, 2, 1 olaraq yığır və şifrə əvəz olunur yenidən 3, 2, 1 olaraq. Yəni, artıq şifrəmiz 3, 2, 1 olur. Və Vəli üçün, Vəli yenidən də 1, 2, 3 şifrəsini yığsa belə, artıq bu şifrə 3, 2, 1 ilə əvəz olunduğuna görə bu şifrə burada şifrə üçün aktual olmayacaq. Artıq yəni aktual şifrə deyil. 1, 2, 3 şifrəsi yanlış o hesab olunacaq. Deməli, burada aktuallıq pozulub. Artıq yəni keçərli deyil. İndiki zaman üçün 1, 2, 3 şifrəsi artıq keçərli olmayacaq. Daha sonra keçirik 14-cü tapşırığa. Musiqi təhsili alan Aytən yaxın dostu Günlara yeni bəstələdiyi musiqi notlarını göndərdi. Amma Günların musiqi təhsili olmadığı üçün heç nə başa düşmədi. Günlar üçün informasiyanın hansı xassəsi pozulmuşdur? Günların musiqi anlayışı olmadığından onu başa düşmür. Yəni Günlar üçün burada anlaşıqlılıq, yəni informasiyanın anlaşıqlılıq xassəsi pozulmuşdur. Doğru variant D variantı olacaq. Daha sonra keçirik 15-ci tapşırığa. İnformasiyanın cari zamana uyğunluq dərəcəsi, cari zamana uyğunluğu aktuallıqdır. Yəni informasiyanın aktuallıq xassəsinə aiddir. İnformasiyanın xassələri hansılardır? İnformasiyanın xassələri aktuallıq informasiyanın xassəsidir. Kütləvilik informasiyanın xassəsi deyil. Obyektivlik informasiyanın xassəsidir. Anlaşıqlıq informasiyanın xassəsidir. Diskretlik informasiyanın xassəsi deyil. Tamlıq informasiyanın xassəsidir. Müəyyənlik informasiyanın xassəsi deyil. Deməli, 1, 3, 4, 6. 1, 3, 4, 6 A variantı doğru variant olacaq. 17-ci tapşırıq. İnformasiya
prosesi deyil. Deməli, informasiyanın toplanması informasiya proseslərinə aiddir. İnformasiyanın ötürülməsi informasiya proseslərinə aiddir. İnformasiyanın emalı informasiya prosesidir. İnformasiyanın saxlanması informasiya prosesidir. İnformasiyanın tamlığı isə informasiyanın xassəsinə aiddir. Proseslərinə deyil. İnformasiyanın prosesləri deməli informasiyanın toplanması, ötürülməsi, saxlanılması emalı idi. Daha sonra keçirik 18-ci tapşırığa. Deməli, burada nə edir? Məktəbin kitabxanasına yeni tədris ili üçün kitablar gətirildi. Kitabxana riyaziyyat, informatika və Azərbaycan dili fənlərinin tədrisi üçün cəmi neçə kitab qəbul etdi? Deməli, riyaziyyatdan 300 kitab qəbul edib. 300 kitab. İnformatikadan deməli 100 ilə 200 arasındadır. Bunu hardasa 150 götürmək olar. Baxın, tən ortadadır. Yəni yarısını götürmək olar. 150 kitab. Daha sonra Azərbaycan dili isə 200 ilə 300 arasındadır və tən ortadadır. Ona görə bunu da 250 götürmək olar. Və ümumilikdə bunları toplayırıq. Deməli 4, 6, o da 1, 7. 700 kitab gətirilib. Yəni burada D variantı doğru variant olacaq. Deməli, 19-cu tapşırıq. Film və kliplər hansı informasiya formasına aiddir? Deməli, film və kliplər olacaq video informasiya. Deməli, biz filmlərə həm baxırıq, həm də oradan səs informasiyası qəbul edirik. Video informasiya olacaq burada. Ərizələr və yazılı təlimatlar hansı informasiya formasına aiddir? Ərizə və yazılı təlimatlar olacaq mətn informasiyası. Sonra sxemlər və çertyojlar hansı informasiya formasına aiddir? Sxem, çertyoj deyəndə qrafik informasiya forması olacaq burada. Deməli, sonra 22-ci tapşırıq. Uyğunluğu müəyyən edin. Mətn. Baxaq, futbol oyunların hesabı. Hesab varsa, bu ədədi informasiya olacaq. Ədədi informasiya burada yoxdur. Qəzetdən yazılan məlumatdırsa, bu mətn informasiyasına aiddir, yəni 1-ə B. Qarmonda ifadə etmək, bu səs informasiyası olacaq. Deməli, Y bərabərdir KX üstəgəl B funksiyasına K böyükdür 0 şərtini ödəyən sxem. Burada sxem var. Sxem varsa qrafik informasiya olacaq. Yəni 2-yə D variantı. Metro daxilində qatara gedən yolun sxemi. Deməli, yenə sxem varsa Y variantına aiddir. Deməli, 1-ə B, 2-yə D, Y, 3-ə isə C variantı aiddir. Bu da D variantı doğru variant. Üçüncü tapşırıq. Deməli, uyğunluğu müəyyən edin. Şagirdlər qrafik, mətn və ədədi informasiyalar tapmalıyıq burada. Şagirdlər dərsi daha yaxşı anlaya bilməsi üçün dərsliklərdə sxemlərdən, cədvəllərdən istifadə olunur. Deməli, cədvəl sxem varsa, bu olacaq qrafik informasiya, 1-ə A variantı. Tələbə biletin itirən Xədicə universitetin rəhbərliyinə ərizə ilə müraciət etdi. Ərizə ilə müraciət etdisə, burada mətn informasiyası olacaq. Otaqdakı termometr temperaturu 16 dərəcə Celsius olduğunu göstərir. Deməli, artıq rəqəmdən, ədəddən istifadə olunursa, burada artıq ədədi informasiya olacaq. Yəni, 3-ə aiddir C variantı. 1-ə A, 2-yə B, 3-ə isə C variantı, doğru variant B variantı olacaq. Deməli, daha sonra 24-cü tapşırığa baxaq. Uyğunluğu müəyyən edin. Bakı şəhərinin tikinti layihəsinin sxemi. Sxem varsa qrafik informasiyaya aiddir. 3-ə A. Kitabda yazılan hekayədirsə mətn informasiyası. 1-ə B.
Futbol oyunun başlama vaxtı. Vaxt ədədlə ifadə olunduğuna görə 2-yə S. Şagirdin müəllim haqqında fikirlərini. Əslində bunu doğru hesab etmək olmaz, amma mətn informasiyasına aid edilib. Deməli burada D aiddir. Yəni burada fikirləri də biz onu yazılı şəkildə niyə oxumuruq, nə də yazmırıq. Yəni mətn informasiyasına istifadə etmirik. Yəni düşüncələridir bu. Tam da mətn informasiyasına aid etmək olmaz əslində. Burada D yanlışdır. Azərbaycanın gözəl mənzərəsinin şəkil varsa bu qrafik informasiya aiddir. 3-ə Y. Deməli 1-ə B, 2-yə S, 2-yə S, 3-ə A, Y. Burada D-ni də aid edib, amma D tam da doğru variant hesab olunmur. Doğru variantımız A variantı olacaq. Daha sonra keçirik 25-ci tapşırıq. Cədvəl fraqmentinə əsasən mülahizələrin doğru olduğunu müəyyən edin. Deməli, birincidə lazımdır bizə gündüzün maaşı. Gündüzün maaşı baxırıq ki, 2500-dür. Yəni, bura aiddir 2500. 2500. Daha sonra 50-dən az maaş alanların sayı. 50-nin maaşından az maaş alanlarının sayı deməli olacaq 1, 2, 3. Deməli, ikinci yerdə burada 3 durmalıdır. Eltacdan çox, Ravildən az maaş alanların sayı. Eltacdan çox, baxaq görək. Eltacdan çox alıb, Ravildən az alanlar. Ravildən az. Deməli, olacaq 1, 2, 3. 3 nəfər də burada olacaq. Deməli, 2500, 3, 3. Doğru variantımız S variantı olacaq. Daha sonra keçirik 26-cı tapşırıq. Deməli, uyğunluğu müəyyən edin. Bakı-Şuşa yolunun çertejinin hazırlanması. Yenə çertej varsa qrafik informasiyaya aiddir. 3-ə A. Təbiət haqqında maraqlı söz və cümlələrin yazılması. Yazırıqsa söz və cümlələrin mətn. 1-ə B. Azərbaycanda ümumi təhsil məktəblərinin başlama tarixi. Tarix varsa ədədi informasiyadır. 2-yə S. Sürücülər üçün yollarda yol hərəkət nişanlarının olması. Nişan varsa sxem, daha doğrusu nişan sxem varsa qrafik informasiya. Verilən məsələnin düstur vasitəsilə həllini yazmaq. Düstur varsa burada olacaq ədədi informasiya. Deməli, 1-ə B, 2-ə S, Y, 3-ə A-dır. Doğru variant A variantı olacaq. Daha sonra keçirik 27-ci tapşırıq. Deməli, cədvəl fraqmentinə əsasən mülahizələrin doğru olduğunu müəyyən edin. Ən baha ikinci meyvə. Ən baha ikinci meyvə deməli banandır. Burada olacaq banan. Banan. Sonra ananasın qiyməti ilə heyvanın qiymət fərqi. Ananasın qiyməti 4-dür. 4-dür. Heyvanın qiyməti 3-dür. 4-dən 3 çıxırıq. Deməli, qiyməti ilə heyvanın. Daha doğrusu 5-dir. Ananasın qiyməti 5-dir. Deməli, heyvanın qiyməti isə 3-dür. 5-dən 3 çıxırıq, ikinci yerdə olacaq 2. Deməli, banan, bir də 2 variantlarına baxırıq. Burada 2. Üçüncü tapşırıq. Nardan baha olan meyvələrin sayı. Nardan baha olan meyvələrin sayı deməli, 1, 2, 3, 4. Üçüncü yerdə isə 4 olacaq. Deməli, banan 2, 4. Banan 2, 4. Bu da S variantı. Deməli, doğru variantımız S variantı olacaq. Daha sonra keçirik 28-ci tapşırıq. İnformasiyanın rəqəmsal formadan analog formaya çevrilməsi informasiyanın hansı prosesinə aiddir? İnformasiyanın bir formadan başqa formaya keçirilməsi onun emalı prosesinə aiddir. Doğru variant Y variantı olacaq. İnformasiyanın emalı prosesinə aiddir.
Deməli, şahmatçının rəqibin daşlarının vəziyyətinə baxması. Burada informasiya toplayır. İnformasiyanın toplanmasıdır. Müəllimin şagirdə ev tapşırıqlarının söyləməsi, informasiyanın ötürülməsidir. Hidrometeoroloji stansiyanın sabahki hava temperaturunu elan etməsi, burada da informasiyanı ötürülür. Deməli, informasiyanın ötürülməsinə aiddir. Şagirdlərin şimşək səsi eşitməsi, eşidib onu qəbul edirlər. Burada informasiyanın toplanmasıdır, qəbuludur. Havanın tutqun olduğu səbəbindən şagirdin çətir götürməsinə qərar verməsi, burada artıq informasiyanın emalı olacaq. Hava tutqundur, fikirləşir ki, burada çətir götürmək lazımdır. Deməli, emal prosesinə aid olacaq Y variantı. 30-cu sual informasiyanın qəbulu prosesinə aiddir. Deməli, müəllimin şagirdlərin qiymətləri elan etməsi. Burada informasiyanı ötürür, yəni söyləyir. Müəllimin şagirdə ev tapşırığını söyləməsi, burada da informasiyanı ötürür. Hidrometeoroloji stansiyanın sabahki hava temperaturunu elan etməsi, elan edir, söyləyir, yenə informasiyanın ötürülməsidir. Şagirdlərin şimşək səsi eşitməsi, burada artıq informasiyanın qəbuludur, toplanmasıdır. Havanın tutqun olduğu səbəbindən şagirdin çətir götürməsinə qərar verməsi isə informasiyanın emal prosesinə aiddir. Daha sonra keçirik 31-ci tapşırıq. İnformasiyanın ötürülmə prosesinə aiddir. Şahmatçının rəqibinin daşlarının vəziyyətinə baxması, informasiyanın toplanmasına aiddir. Müəllimin şagirdlərinin ev tapşırığının yoxlaması, deməli, burada şagirdlərin ev tapşırığını yoxlayırsa, burada informasiyanın emalı prosesi olacaq. Hidrometeoroloji stansiyanın sabahki hava temperaturunu elan etməsi, burada informasiyanın ötürülməsidir. Şagirdlərin bizdən informasiyanın ötürülməsini istəyir. Deməli, doğru variant C variantı olacaq. Şagirdlərin şimşək səsi eşitməsi informasiyanın qəbuludur. Havanın tutqun olduğu səbəbindən şagirdin çətir götürməsinə qərar verməsi informasiyanın emal prosesinə aid olacaq. Daha sonra keçirik 32-ci tapşırıq. Deməli, Mədinənin anası evə qayıdarkən qapıdan asılmış reklam bukletindən yaxınlıqdakı mağazada bütün mallara 20% endirim kampaniyası olduğunu bildi. Verilmiş cümlədə informasiyanın qəbul edicisini və mənbəyini müəyyən edin. Deməli, burada informasiyanı qəbul edən Mədinənin anasıdır. İnformasiyanı qəbul edən Mədinənin anasıdır. Qəbul edici Mədinənin anası olacaq. Deməli, mənbə isə reklam buketi olacaq. Reklam buketindən görür. Ona görə mənbəmiz isə reklam buketi. Deməli, mənbə reklam buketi, qəbul edici isə Mədinənin anası. Doğru variant C variantı. 33-cü suala baxaq. İnformasiyanın emalı prosesidir. Şeiri dəftərə yazılması. Deməli, burada şeiri dəftərə yazırsa informasiyanın saxlanmasıdır. İnformatikadan məsələ həlli. Məsələni həll ediriksə burada. Daha sonra keçirik 33-cü sual. Deməli, informasiyanın emalı prosesidir. Məsələ həlli varsa, baxın, məsələ həlli görürüksə mütləq informasiyanın emalı prosesinə aid olacaq. Cümlədəki informasiya mənbəyini və qəbul edicisini müəyyən edin. Eldar özünə ev almaq üçün saytdan evlərə baxır. Deməli, qəbul edici Eldardır, mənbə isə saytdır. Mənbə isə saytdır. Deməli, mənbə sayt, qəbul edici Eldar. Doğru variant C variantı olacaq. Daha sonra keçirik 35-ci suala. İnformasiyanın ötürülməsi prosesində vacibdir. İnformasiyanın ötürülməsi prosesində vacibdir informasiyanın mənbəyi və qəbul edicisi. Yəni, informasiyanı qəbul edən, informasiyanı deyən və qəbul edən şəxs olmalıdır ki, orada informasiyanın ötürülməsi prosesi baş versin. Doğru variant Y variantı. Uyğunluğu müəyyən edin. Deməli, riyaziyyatdan məsələ həlli. Məsələ həlli dedik varsa, bu olur informasiyanın emalı. Birə aiddir A.
Mesajın Messenger üzərindən ötürülməsi. Bu ötürülməsi görürüksə, deməli informasiyanın ötürülməsi prosesinə aiddir. 2-yə B. Sənədin CD diskinə yazılması, deməli diskə yazılmasını görürüksə, bu informasiyanın saxlanmasıdır. 3-ə aiddir. C. Telefon kitabçasına yeni adın əlavə edilməsi. Burada deməli informasiyanı, yeni informasiya saxlayırıq, kontaktı əlavə ediriksə, informasiyanın saxlanması olacaq. 3-ə aiddir, deməli D. Toplanmış məlumatların təhlil edilməsi. Təhlil varsa olacaq informasiyanın emalı. Deməli 1-ə A, Y, 1-ə A, Y, 2'ye B, 3'e ise C'dir. Doğru variant D variantı. Daha sonra keçirik 38-ci suala. Deməli bu cür suallarda mütləq uyğunluğu tapmaq lazımdır. Məntiqə baxmaq lazımdır. Deməli fikir verin, burada girişə gələn verib, çıxışda isə L, F, M, F, N sözü çıxışa verilib. Deməli baxaq, Q-nı L ilə əvəz eləyib. Baxaq görək bunlar arasında necə bir uyğunluq var. Q-nı L ilə əvəz edib. Deməli hər bir hərf özündən sonraki hərfə bərabər olub. İndi bizə lazımdır gündəlik sözünü tapmaq. Deməli C hərfini tapaq. Əvvəlcə C-dan sonraki gələn hərflə əvəz olunmalıdır. Yəni birinci gələn hərfimiz Q hərfi olacaq. Sonra Ü hərfini tapaq. Ü hərfi özündən sonraki hərfə bərabər olmalıdır. Yəni gələcək burada V. Sonra N hərfini tapmalıyıq. N bərabər olacaq özündən sonraki hərfə, yəni O-ya. D hərfi özündən sonraki hərfə bərabər olacaq, yəni E hərfinə. Ə hərfi F hərfinə bərabər olacaq. L hərfi M hərfinə bərabər olacaq. Sonra L-nı dedik. İ hərfi J hərfinə bərabər olacaq. Ç hərfi isə özündən sonraki Q hərfinə bərabər olacaq. Deməli doğru variantımız B variantı. Daha sonra keçirik 39-cu suala. Deyir uyğunluq pozulmuşdur. Baxaq görək hansı variantda pozulub. İnformasiyanın xassələri aktuallıq, anlaşıqlıq, obyektivlik, faydalılıq, tamlıq. Bəli, bu informasiyanın xassələridir. A variantı doğrudur. Bizdən uyğunluq pozulmuş, yəni doğru olmayan variantı istəyir. Daha sonra keçirik B variantına. İnformasiyanın qəbul edicisi dəftər, kitab, jurnal, dərslik. Xeyr, bu informasiya mənbəyi ola bilər, qəbul edici ola bilməz. Yanlış variantımız B variantıdır. İnformasiya daşıyıcıları, flashkart, CD, DVD, bəli doğrudur. C variantı doğrudur. İnformasiya prosesləri emal, qəbul, saxlama, toplama, ötürülmə doğru variantdır. İnformasiyanın təqdim edilmə formaları mətn formasında, səs, video, qrafik, ədədi formada bəli təqdim edilə bilər. Doğru variant deməli B variantı olacaq. Daha sonra keçirik 40-cı tapşırığa. Deyir, cədvələ əsasən emal qaydasını müəyyənləşdirib sual işarəsinin yerinə yazılacaq ədədi tapın. Deməli, burada bir məntiq var, uyğunluq var. Birinci onu tapmalıyıq. Deməli, 112 ədədindən 8 ədədini necə alıb? Baxırıq ki, burada deməli 2-dən deməli, burada ədədlərin hamısını toplayıb 1, 2, 2. Bu eləyib 4. 4-dən 8-i almaq üçün bunu 2-yə vurub. Eləyib 8. Daha sonra 5, 0, 3. Bunu toplayıb eləyib 8. 8-i 2-yə vurub eləyib 16. 3 ilə 1-i toplayıb 4. 4-ü 2-yə vurub 8. İndi biz 90-dan 90-ı tapmalıyıq. 9 ilə 0-ın cəmi 9. Biz 9-u nəyə vurmalıyıq? 2-yə vurmalıyıq və cavab olmalıdır 18. Doğru variantımız C variantı. Daha sonra keçirik deməli daha sonra keçirik 41-ci suala. Deməli ədədlər hansı qayda ilə emal olunub? Əvvəlcə girişə 9 verib, çıxışa isə 64. Deməli burada 64 1/8-in kvadratıdır. Deməli 9-dan 1-i çıxıb burada alıb 8 və 8-in kvadratını tapıb 64.
64. Deməli, daha sonra burada baxırıq. 2, 0. Deməli, 2-dən 0 çıxıb və yaxud da 0-dan 2 çıxıb deyərsiniz ki, bu da ola bilər. 0-dan da 2 çıxıb kvadrata yüksəksə 4 verə bilər bizə. 8-dən 5 çıxıb 3, 3-ün kvadratı 9, doğru. Amma burada bir məntiq var. Biz burada 3 rəqəmliyə fikir verin. 3 rəqəmlidə artıq mən 3-dən 2 çıxıb, sonra 1 çıxıb, sonra kvadrata yüksəlsəm doğru alınmayacaq. Deməli, burada ən maksimum və minimum ədədləri götürür. Yəni 3-dən 1-i çıxıb, baxın maksimum 3-dür, minimumu isə 1-dir. Deməli, 3-dən 1 çıxıb, eləyib 2 və 2-nin kvadratını yazıb 4. İndi üçüncüyə baxaq. Deməli, burada 9, 9, 8. Deməli, maksimum ədədim 9-dur, minimum ədədim 8-dir. 9-dan 8 çıxdıq 1, 1-in kvadratı 1-ə bərabərdir. 3-dən 2 çıxdıq 1, 1-in kvadratı 1-ə bərabərdir. 9-dan maksimum 9-dur, minimum 3-dür. 9-dan 3 çıxdım 6, 6-ın kvadratı isə 36-ya bərabərdir. Deməli, doğru variant olacaq. Ədədin rəqəmləri içərisində maksimum və minimum olan rəqəmlərin fərqinin kvadratı tapılır. Daha sonra keçirik 42-ci tapşırıq. Deməli, idman dərsində İlahə, Zeynəb, Ayaz və Talih sırada dayanıb. Ayaz Zeynəb ilə İlahənin tam arasında dayanıb. Deməli, burada Ayaz Zeynəb ilə İlahənin tam arasında dayanıbsa, deməli, Ayaz orta hissədədir. Zeynəb, İlahə, amma bilmirik hansı, deməli, Zeynəb, məsələn, burada yazaq Zeynəbi, tutaq ki, Zeynəb burada, İlahəni isə burada yazıram. İlahə. Daha sonra deyir ki, Ayazla Zeynəb arasındakı məsafə İlahə ilə Talih arasındakı məsafəyə bərabərdir. Deməli, Talih də İlahədən sonra gələcək. Talih. Daha sonra bunlar arasındakı məsafə, deməli, Ayazla Zeynəb arasında məsafəni götürürəm x. İlahə ilə Talih arasındakı məsafəni də götürürəm x. Bir də belə bir məlumat vermişdi ki, bizə Ayaz deyir, Zeynəb ilə İlahənin tam ortasında dayanıb. Baxın, tam arasında dayanıb. Deməli, orta hissədədirsə, deməli, bu Zeynəblə Ayaz arasında məsafə x-a bərabərdirsə, Ayazla İlahə arasındakı məsafə də x-a bərabərdir. Sonra nə deyir? Deyir, Zeynəb ilə Talih arasında məsafə 12 metrdir. Zeynəb ilə Talih arasında, Zeynəb və Talih. Yəni, ümumi nə qədərdir? X, 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 3 dənə x. Deməli, 3x-imiz nəyə bərabərdir? 12-yə bərabərdir. Buradan tapıram ki, x isə 12-ni 3-ə böləndə 4-ə bərabər olacaq. Daha sonra deyir ki, Ayaz ilə Talih arasındakı məsafəni tap. Ayaz ilə Talih arasında. Bax, bu hissəni istəyir bizdən. Bu hissə x üstəgəl x-dir. Yəni, 2x-a bərabərdir. Və x-i tapdıq ki, 4-ə bərabərdir. Deməli, 2-ni 4-ə vururuq. Cavab eləyəcək 8 metr. Doğru variant A variantı olacaq. Daha sonra keçirik 43-cü tapşırıq. Müəllim tapşırığı lövhəyə yazdı və şagirdlərə həll etməsini tapşırdı. Burada müəllim informasiyanın hansı təqdim edilmə formasından və prosesindən istifadə edir? Hansı, deməli, təqdim edilmə forma və prosesdən. Deməli, lövhəyə yazdısa, deməli, burada biz yazılanı görəcəyik. Deməli, vizual informasiyadan istifadə edəcək. Deməli, ya C variantı, ya da B variantı olacaq. Şagirdlərə yazdı və şagirdlərə həll etməsini tapşırdı. Deməli, siz bunu çaşıb emal götürə bilərsiniz, amma bizdən istəyir ki, müəllim informasiyanın hansı təqdim edilmə formasından və prosesindən istifadə edir. Deməli, müəllim vizual və vizual ötürür. Deməli, vizual ötürmə prosesi olacaq. O da B variantı. Daha sonra keçirik 44-cü tapşırıq. Deməli, Talih, Samir, Mədinə, Şəki, Bakı, Şamaxı şəhərlərində həkim, hakim, polis işləyirlər. Məlumdur ki, Bakıda işləyən polis deyil, Şəkidə işləyən həkimdir. Samir Bakıda işləyir, Talih həkim deyil. Mədinənin harada və hansı peşədə işlədiyini müəyyən edir. Bunu qrafik üsulla yazsa daha yaxşı olar. Deməli,
Belə bir qrafik çəkək. Deməli, bizə lazımdır Talih, Samir, bir də Mədinə. Və şəhərləri yazaq. Deməli, Şəki, Bakı, bir də Şamaxı. Deməli, Bakıda işləyən polis deyil. Sonra Şəkidə işləyən həkimdir. Samir deyir Bakıda işləyir. Deməli, Samir Bakıda işləyir. Və Bakıda işləyən polis deyil. Buna hələ sonra baxarıq. Şəkidə işləyən həkimdir. Talih həkim deyir. Deməli, Talih həkim deyilsə, Talih Şəkidə işləmir. Deməli, Talih Şəkidə işləmir. Baxaq görək. Deməli, Samir Bakıda işləyirsə, nə Şəkidə işləmir, nə də Şamaxıda işləmir. Talih həkim deyilsə, Şəkidə işləmir. Samir də Şəkidə işləmir. Deməli, Şəkiyə qaldı bir dənə Mədinə. Şəkidə işləyən Mədinədir. Və bizdə də verir ki, Şəkidə işləyən həkimdir. Elə buradan da tapırıq variantı. Deməli, Mədinə Şəkidə işləyir və həkimdir. Şəkidə həkimdir. Deməli, doğru variant D variantı olacaq. Daha sonra keçirik 45-ci tapşırıq. 45-ci tapşırıqda səhvlik var. Burada cədvəl verilməyib. 45-ci tapşırıq yanlışdır. 46-cı tapşırığa baxaq. Deməli, verilmiş fikirlər əsasında Cavidin yarışda neçənci yeri tutduğunu müəyyən edin. Deməli, İmran sonuncu oldu. Deməli, 1, 2, 3, 4, 5 nömrələyək. Deməli, İmran sonuncu oldu. Baxaq görək neçə nəfər var? 1, 2, 3, 4, 5, 6. 6 nəfər var. Deməli, İmran sonuncu oldusa, İmranı buraya yazacağım. İmran. Daha sonra Yusif birinci olmadı. Yusif Kənandan tez, bunu kənarda yazaq. Deməli, Yusif Kənandan tez, Caviddən gec finişə çatdı. Deməli, bunların ardıcılığı bu şəkildə olacaq. Amma hansı hissədə bilmirik. Daha sonra keçirik bu cümləyə. Valih yarışda ikincini qabaqladı. İkincini qabaqladı demək, yəni ikinci oldu deməkdir. Məsələn, bura bir 3 nöqtə qeyd edeyim. Tutaq ki, 3 nöqtə qeyd edeyim. Bu üçüncü nöqtə gəlir, bax bu ikinci nöqtəni qabaqlayır, keçir bura, olur artıq burada ikinci. Yəni ikincinin qabaqladı demək, ikinci olmaq deməkdir. Deməli, Valihi buraya yazacağım ikinciyə. Valih. Kamran finişə Valihdən tez çatdı. Deməli, Kamran birinci oldu. Bunların da ardıcılıqlarını olduğu kimi yazıram. Cavid, Yusif, bir də Kənan. Bizdən də nə istəyir? Cavidin qaçışda, yarışda neçənci yeri tutduğunu istəyir. Cavid deməli 3-cü yer olacaq. C variantı doğru variant. Daha sonra keçirik 47-ci tapşırıq. Nahar üçün restoranda əsas yeməklərdən 3 variant, əlavə yeməklərdən 4 variant, içkilərdən isə 2 variant təşkil edilir. Hər bir yeməkdən və içkidən birini seçməklə neçə variantda nahar etmək olar? Deməli, burada nahar, əlavə, deməli, əsas, əlavə, bir də içki var. Deməli, 3 cür biz yemək verə bilərik. Deməli, əsas yeməklərdən biz 3 cür seçim eləyə bilərik. Əlavə yeməklərdən 4 cür seçimimiz var. İçkilərdən isə 2 cür seçimimiz var. Və başlayırıq biz bunları vurmağa. 3-ü 4-ə vururam. 12, 12-ni də 2-yə vururam. 24. Deməli, ümumilikdə 24 variantda nahar etmək olar. Daha sonra keçirik 48-ci tapşırığa.
Uyğunluğu müəyyən edin. Hər hansısa bir obyekt haqqında düzgün qərar vermək üçün kifayət edən informasiyadır. Deməli, burada bu A variantı olacaq tamlıq. Deməli, düzgün qərar qəbul etmək üçün bizim həmin informasiya bizə tam şəkildə verilməlidir. Yəni miqdarı tam miqdarı olmalıdır ki, biz onun üzərindən, yəni informasiyanın üzərindən tam bir. Daha sonra keçirik 48-ci tapşırıq. Uyğunluğu müəyyən edin. Deməli, hər hansı obyekt haqqında düzgün qərar vermək üçün kifayət edən informasiya. İnformasiya haqqında düzgün qərar vermək üçün biz həmin informasiyanın tamlıq xassəsini ödəməlidir. Deməli, 2-yə uyğundur A variantı. İnformasiyanın bir şəxsin fikrindən asılı olmaması, yəni subyektiv olmaması bu obyektiv informasiyadır. 1-ə B. İnformasiyanın bir neçə mənbədən araşdırılıb üst-üstə düşərək uyğun olması. Deməli, üst-üstə düşərək uyğun olması bu informasiyanın etibarlı olmasıdır. İnformasiyanın hal-hazırki gündəmə uyğun olması aktual informasiyadır. Yalnız deyilən şəxsin başa düşməsini təmin edən informasiya bu anlaşıqlı informasiyanı burada yoxdur. Deməli, anlaşıqlı ilə C variantı, yəni araşdırılıb üst-üstə düşərək uyğun olması, bu da etibarlı informasiyadır. Deməli, C ilə Y variantı yoxdur variantlarda. 1-ə B, 2-yə A, 3-ə isə D variantı uyğun olacaq. Doğru variant A variantı. Uyğunluğu müəyyən edin. İnformasiyanın növü, informasiyanın xassəsi, informasiyanın təqdim edilmə forması. Deməli, baxaq, vizual informasiya. Vizual informasiya aiddir, deməli, informasiyanın növünə. Deməli, 1-ə B, daha doğrusu A. 1-ə A. İkinci, mətn informasiya. İnformasiyanı təqdim edilmə formasına aiddir mətn informasiya. Deməli, 3-ə uyğundur B. Ədədi informasiya, deməli, bu da təqdim edilmə formasıdır. B, C. Taktil informasiya, deməli, növüdür. Olacaq D variantı, 1-ə uyğun. İnformasiyanın tamlıq, bu da xassəsi olacaq. 2-yə də Y. Deməli, 1-ə A, D, 1-ə A, D, 2-yə Y, 3-ə B, C. Doğru variant B variantı. Daha sonra gəldik ən sonuncu tapşırıq 50. Uyğunluğu müəyyən edin. Anar müəllimin verdiyi tapşırıqları həll edir. Tapşırığı həll edirsə onu emal edir. Deməli, 3-ə uyğundur A. Müəllim bugünkü mövzu haqqında uşaqlara məlumat verir, informasiyanı ötürür. Fərid müəllimin danışdığı dərsi dəftərə qeyd etdi. Dəftərə qeyd edirsə onu saxlayır. 1-ə uyğundur C. Riyaziyyat müəllimi natural ədədlər mövzusunu izah edir, informasiyanı ötürür. Deməli, 2-yə uyğundur D. Modelləşdirmə haqqında məlumatlar informatika kitabında yazılıb. Deməli, informatika kitabında yazılıb, saxlanılıb. O da olacaq saxlanılması informasiyanın. Deməli, 1-ə C, Y, 2-yə B, D, 3-ə isə A variantı. Doğru variant B variantı, doğru variant.